Birinci sinifə elektron qəbul yenidən aktivləşdirildi. Bununla bağlı bir xəbərimiz olacaq. 8 oktyabr tarixli diqqətli olaq. Belə ki, 2025-2026-cı il tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinifinə üzürlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşib. Gündəm xəbər verir ki, məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir ki, birinci sinifə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün məktəbə qəbul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər. Qeyd eləyək ki, cari tədris ili üzrə bu günə qədər birinci sinifə 130 mindən çox uşaq qəbul olunub.